Rusiyanın Azərbaycana müasir dövrdə təsiri Sovetlər Birliyindən dağılması ilə eyni dərəcədə, eyni dövrlərə təsadüf edir. Çünki bu dövrdə heç də Sovetlər Birliyində olan insanlar yoxa çıxmadı və ya Sovetlər Birliyi tarixdən tamamilə silinmədi. Onun yetişdirdiyi ziyalı bir kütlə, elit kütlə daha doğrusu deyim, hələ də hakimiyyətdədir. Bir çox ölkələrə baxsaq, Sovet ölkələrinə ölkə prezidentləri, baş nazirləri və deputatların böyük əksəriyyəti Sovet dövrünün yetirməsidir. Söhbət onların təkcə Sovetlər Birliyində doğulmasından getmir. Bu adi bir məsələdir ki, bizim tariximiz hələ o qədər də uzaqda deyil, Sovetlər Birliyi uzaqda deyil və normaldır ki, bu yaşda insanlar hələ də dövlətdə təmsil olunur. Söhbət bundan getmir. Söhbət bu Sovetlər Birliyinin ideoloji təbliğatını aparan insanların hələ də hakimiyyətdə qalması deməkdir.